Qış aylarında 100 manata qədər. Yay aylarında az olur, 25-30 manat. 48 manat 50 manatın arasında kommunal xərclər ödəyirəm. Mən çox narazıyam bu kommunal xərclərdən. Mən ödəmirəm, onu görə bilmirəm. Hər ay bir 30 manat işıq pulu verirəm. Qış olanda 60 manat, 80 manat qaza karta pul keçirilir. Belə kommunal xərc mənim əmək haqqımdan yüksək olur. Hardasa bir 50 manata yaxın. 50 manat. 4 nəfərli ailədə səhər axşam alırıq bir 30-40 manata yaxın buna xərclər var. Bizim ailə vəziyyətimiz elədir ki, iş adamlarıyıq. Yəni səhər çıxıb axşam gəlirik, ona görə də o qədər də çox kommunal xərcə ehtiyac olmur. Baxırda 9, 10, 15. Hardasa bir 80 manatın ödəyirəm. Məsələn, qaz pulu olur 30 manat, 40 manat. İşıqda olur 25, 30. Təqribən 40-50 manat. Kommunal xərclərin, əhalinin xərclərində payı çox təəssüf ki, çoxdur. Əhalinin gəlirlərinin bir qismi əhəmiyyətli hissəsi məhz kommunal xərclərin ödənilməsinə yönəldirir ki, bu da təbii ki, əhalinin sərəncamında qalan vəsaitlərin azalmasına gətirib çıxarır. Avropa ölkələri, Mərkəzi Şərqi Avropa ölkələri müqayisəsində Azərbaycanda kommunal xərclərin əhalinin gəlirlərində və ləzzət xərclərində payı çoxdur. MDV ölkələrində müqayisə etsək təbii ki, Rusiya, Qazaxıstanda Azərbaycanla müqayisədə azdır. MDV ölkələrində ən az kommunal xərclər ödəyən ölkə Türkmənistandır. Belə ki, Türkmənistanda bir sıra kommunal xərcləri pulsuz, o cümlədən elektrik enerjisi, mavi qaz və digər kommunal xərclər pulsuz olar təklif olunur. Azərbaycanda kommunal xərclərinin gəlirlərdəki payı Gürcüstan, Özbəkistan, Moldova və eləcə də Ukrayna müqayisədə yaxşı hesab olunur. Amma onunla belə təbii ki, biz təəssüf gələrək bu istiqamətdə Rusiya və Qazaxıstandan geri qalırıq. Kommunal xərclərindəki artım tempi əhalinin gəlirlərindəki artım tempinə uyğun olmalıdır. Heç bir halda çox ola bilməz və birmənalı şəkildə əhalinin gəlirlərindəki artım tempinə uyğun olaraq kommunal xərclərin artımının həyata keçirilməsi və bir sıralarda isə tənzimlənməsinə ehtiyac var ki, bu vətəndaşlar üçün, xüsusən az təminatlı insanlar və pensiyaçılar üçün müəyyən sosial problemini yaratmasın. Kommunal xərclərin yalnız artırılması deyil, bir sıralarda kommunal xərclərin azaldılmasına da baxılması mümkündür. Çünki bəzi hallarda xüsusən nəzərə alsaq ki, Azərbaycan enerji ölkəsi və enerji ölkəsi olduğu üçün bəzi kommunal xidmətlərin tariflərinin azaldılması mümkündür. Çünki və nəzərə alsaq ki, bir sıra kommunal xərcləri həyata keçirən dövlət qurumları dövlət büdcəsindən subsidiya alır və təbii ki, subsidiyalar aldığı üçün onların kommunal xərcləri azaldılması imkanları var. Aldıqları subsidiyaların məbləğinə uyğun olaraq kommunal xərclərin qiymətinin müəyyənləşdirilməsinə ehtiyac var. Eləcə təbii ki, ən məqsədə uyğun yollardan biri əhalinin gəlirlərinin artırılmasına nail olmaqla kommunal xərclərinin bütövlükdə onların büdcəsindəki payın azalmasına nail olmaqdır. Mavi qazın qiymətinin aşağı salınması imkanları var və əgər mavi qaz sektorunda içkiləri və qeydiyyat xətlər vasitəsilə mavi qazın satışının aradan qaldırılması mümkün olursa, o zaman təbii ki, mavi qazın və içməli suyun qiymətinin aşağı salınması Azərbaycanda mümkündür. Mavi qaz sektorunun yığımlarının artırılmasına ehtiyac var. Çünki bugün Bakı şəhərində Azərqaz İstehsalat Birliyi tərəfindən satılan mavi qazın təxminən 50%-nin pulu geri qayıtmır. Onların bir qismi qeydiyyat xətlər vasitəsilə satılır, bir qismi infrastrukturun köhnə olması səbəbindən itir. O baxımdan o yığımların artırılmasına ehtiyac var. Əgər yığımların artırılmasını həyata keçirmək mümkün olarsa da, daha qaz içkisinin qarşısını almaq mümkün olursa, o zaman təbii ki, gələcəkdə mavi qazın qiymətini yenidən baxıb və onun qiymətinin aşağı salınması mümkündür.